Ölkəmizdə sahibkarlıq sahəsində yeni bir ənənə. Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci startup forumu baş tutub. Tədbirin təşkilatçısı Miniboz Biznes Məktəbidir. Qeyd edək ki, bu il forumda 22 komanda 2 istiqamət üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdiriblər. Miniboz Business School Bakunun təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startup forumda komandalar müxtəlif sahələri təmsil edən startuplarla çıxış etdilər. Minibozlar öz biznes layihələrini 2 istiqamət üzrə Saif and Sage kateqoriyalarında təqdim etdilər. Qeyd edək ki, Saif sərbəst sahibkarlıq üzrə yaradılan startuplardır. Sage isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir. Bugün Miniboz Biznes Məktəbi öz 5 illik fəaliyyət dövrünü qeyd edir. Demək olar ki, bugün bizim 5-ci hesabat tədbirimizdir. Məlumat üçün bildirim ki, ilk ilin yekununda şagirdlərimizin sayı 26 nəfər təşkil edirdi. Bugün isə bu rəqəm 134 nəfərdir. Eləcə də layihələrin sayı 6 idi. Bugün isə 22 layihə təqdim olunacaq. Ümumiyyətlə, Miniboz Biznes Məktəbinin və şəxsən mənim əsas hədəfim uşaqların kiçik yaşlarından biznes üzrə potensialını aşkar edib inkişaf etdirməkdir. Valideynlərdən gələn rəylərə əsasən deyə bilərəm ki, biz hədəfimizə çatmışıq. Miniboz Biznes Məktəbi gənc sahibkarların gələcək həyatlarında böyük rol oynayır. Miniboz Biznes Məktəbi tələbələrin biznes ideyalarına maliyyə ayırması ilə Azərbaycanda bir ilkə imza atdı. Miniboz Bakı ölkəmizdə nəzəriyyə ilə yanaşı real biznes təcrübəsi təqdim edən ilk və yeganə biznes məktəbidir. 2021-ci ildən etibarən biz 71 layihə üçün belə startup forum keçirmişik. Bugün isə 22 komanda çıxış edəcək. 2 kateqoriya üzrə Saif və Sage bu bir ilkdir. Yəni bundan öncəki illərdə komandalar eyni kateqoriyada çıxış edirlər. 13 Saif və 9 Sage kateqoriyasında olacaq. Onlar öz layihələri üçün qrantlar səsləndirəcəklər və bu məbləğləri ümumiyyətcə prezentasiyanı, təqdimatları münsiflər heyəti dəyərləndirib onlara uyğun olan qrant məbləğləri ayıracaqlar. Our project is about chocolates. Bizim layihəmiz şokoladla bağlıdır. Bu bizim mədəniyyətimizə əsaslanır. Bu dövrdə uşaqlar Azərbaycanın milli nağıl qəhrəmanlarını unudurlar. Cırtdan, Tık-Tık xanım, Məllik Məmməd kimi. Buna görə də biz nağıl qəhrəmanlarını yada salmaqla belə şokoladlar düşündük. That has specific flavors. Bizim şokoladlarımızın xüsusi dadı var. Onlar adlandıqları obraza görə dəyişirlər. Məsələn, bu Tık-Tık xanım zəfəranlı ağ şokoladdır. 5 ildir ki, Miniboz Biznes Məktəbində oxuyuram. Bu il bizim işimiz evsiz heyvanlara kömək etməkdir. Biz onları ev tikəcəyik və İçəri şəhərə, bulvara qoyacağıq və adamlar istəyirsə yeməyi onlara verəcək. Daha sonra təqdimatlar münsiflər heyəti tərəfindən dəyərləndirildi və komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrant ayrıldı. Miniboz Business School qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünə məxsus metodikasına əsasən 6-17 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Məleyin Qlablı, Yunis Əhmədli, Rahil Bəhluzadə, ATV Xəbər. Story by